Bismillahirrahmanirrahim. Fitrə zəkatının istifadəsi. Fitrə zəkatı ehtiyat vacibə əsasən yalnız fəqirə verilməlidir. Məqsəd budur ki, fitrə zəkatı mal zəkatına müstəhəq olanların şərtlərini özündə cəm edən şiə fəqirlərinə verilməlidir. Ağa rəhbərə görə bu məsələ ehtiyat müstəhəbdir. Amma əgər onun şəhərində şiə fəqir yoxdursa, başqa müsəlmanların da fəqirlərinə verə bilər. Amma hər bir halda gərək əhl-i beytlə düşmənçilik edən nasibilərə verilməsin. Fitrə verilən fəqirin adil olması, yəni ədalətli olması lazım deyildir. Lakin ehtiyat vacibə əsasən şərab içən, namaz qılmayan və aşkar günah edənə fitrə verilməsin. Fitrəni günah işlərdə xərcləyən şəxsə gərək fitrə verilməsin. Ehtiyat müstəhəb budur ki, bir fəqirə bir sağdan, yəni təqribən 3 kiloqramdan az fitrə verilməsin. Eyni zamanda fitrə zəkatını verdikdə öz fəqir qohumlarını və qonşularını başqalarından üstün tutmaq müstəhəbdir, yəni yaxşıdır. O cümlədən elm, din və fəzilət əhli olan fəqirləri başqalarından üstün tutmaq daha yaxşıdır. Əgər insan birinin fəqir olmasını xəyal edib, ona fitrə versə, sonra fəqir olmadığını başa düşsə, belə ki, ona verdiyi mal aradan getməmiş olsa, ağa rəhbərə görə o verdiyi malı ala bilər, geri ala bilər. Ayətullah Sistani və Ayətullah Məkarimə görə gərəkdir ki, həmən malı geri alsın və müstəhəqqə versin. Yəni, kimə ki fitrə düşür, həqiqətdə fəqir olan kimdirsə ona versin. Əgər ala bilməsə, öz malından fitrənin əvəzini verməlidir. Əgər verdiyi şey aradan getmişdirsə, fitrəni alan şəxs aldığı şeyin fitrə olduğunu bilirdisə, onun əvəzini verməsi lazımdır. Əgər bilmirdisə, onun əvəzini vermək ona, yəni o fəqirə vacib deyil və insan gərək fitrəni yenidən versin. Bir şəxsin mən fəqirəm deməsi ilə ona fitrə vermək olmaz. Amma onun sözündən insana xatircəmlik hasil olarsa və ya əvvəllər onun fəqir olduğunu bilirdisə, ona fitrə verə bilər.